Bildiğiniz kimi biz güzel mübarek aydan çıxmışıq. Elhamdülillah. Allah subhanahu wa ta'ala bizlərin günahlarımızı bağışlasın. Bizləri əff etsin. Birinci məsələ odur ki, xatırlatmaq istədiyim, hansı ki o ibadətlər ki, onlara vərdiş etmişdik, elhamdülillah, gecə namazları, gündüz orucları, Allah'a zikr etmək, Quran oxumaq, çalışmaq lazımdır ki, bu ibadətləri qoruyaq. İnsan bu ibadətlərin üzərində, yəni qoruyarsa, hansı ki Ramazanda onları qoruyurduq Allah'ın izni ilə və gələn illə kimi inşallah Allah bizə faydalı itaat üzərində ömür versin. Gələn illə kimi bunu qorusaq, bu ibadətləri bizim üçün rahat olacaq. Bizim üçün rahat olacaq. Əksər qardaşların, əksəriyyətimizin halımız bu cür olur, Allah qorusun. Ramazan çıxan kimi o ibadətlər hansı ki öyrəşmişdi onlara, onları da tərk edirik. Sonra 11 ay yenə başlayırıq başqa-başqa əməllərlə məşğul olmağa. Hansı ki təzdən Ramazan gələndə yenə çətinləşir, subhanallah. İstərsə Quran oxumaq, istərsə gecə namazlar qılmaq, istərsə orucları tutmaq da çətin gəlir. Salih əməlləri görmək çox çətin gəlir. Ona görə çalışmaq lazımdır ki, hansı ki öyrəşmişdik bu Ramazan ayında, onları qorumaq lazım, bu əməlləri. İkinci məsələ, Allah sizlərdən razı olsun. Həmişə biz eşidirik ki, sahabələr radiyallahu anhum, Allah onlardan razı olsun, deyirlər ki, daha doğrusu belə dua edirlər ki, Allah'a, Allah'ım, Ramazandan öncə 6 ay bizi Ramazana yetişdir. Ramazandan sonra da 6 ay dua edirlər ki, bizdən qəbul elə. Həmişə bu cürünə eşidirik ki, sahabələr bu cürünə dua edirlər. Nə deməkdir bu, bizi Ramazana yetişdir? Burası ola bilsin ki, başa düşüləndir. Yəni, dua edirlər ki, Ramazanın gözəlliyinə görə Allah'ım bu aya bizi yetişdir. Orada olan ibadətlər, orada olan əcirlər və s. Yaxşı, 6 ay sonra niyə dua edirlər ki, bizdən qəbul elə? Baxın, burada böyük bir sual işarəsi qoymaq lazımdır və fikirləşmək lazımdır. Ona görə ki, onlar bilirdilər ki, Allah'ın kitabında olan bu ayəti yaxşı şəkildə anlamışlar ki, hansı ki Allah subhanahu wa ta'ala buyurur ki, İnnəmə yətəqabbəlullahu minəl muttaqin. Allah yalnız müttəqilərdən qəbul edir. Subhanallah. Onlar bunu yaxşı bilirdilər, yaxşı anlamışdılar, yaxşı fəhm eləmişdilər. Radiyallahu anhum. Ona görə Allah'a dua edirdilər ki, Allah'ım bizdən qəbul elə. Onlar, yəni bizim halımız Allah korusun, bu günləri əməllərə can atırıq. Yaxşı bir haldır bu, gözəl haldır. Lakin əməllərdən sonra fikirləşmirik ki, qorxmuruq ki, Allah bizdən qəbul etdi, yoxsa yox. Burası çox önəmlidir. Çünki nəyə görə? Şərt deyil əməllər etmək. Şərt odur ki, Allah səndən qəbul edir, yoxsa yox. Bax, bunun üçün çoxlu, ona görə sahabələr dua edirlər. Həmçinin bu sahabələrdən öncə də peyğəmbərlərin də üslubu olub. Peyğəmbərlər də qorxu içərisində, ümid içərisində Allaha ibadət edirdilər və qorxurdular. Qorxurdular ki, Allah onların əməllərini qəbul edəcəkmi? Əməlləri edirdilər, sonra Allaha dua edirdilər. Nə qədər ayətlər var bu haqda. İstərsə İbrahim aleyhissalam, istərsə İsmail aleyhissalam, istərsə digər peyğəmbərlər Allahın hamısına salam olsun. Ona görə biz də gərək əməllərimizin qəbul olmasından qorxaq ki, Allah bizdən qəbul edəcək, yoxsa yox. Həqiqətən bu ayət çox, necür deyərlər, şiddətli bir ayət, subhanallah. İnnəmə yətəqabbəlullahu minəl muttaqin. Allah ancaq müttəqilərdən qəbul edir. Yəni biz baxmalıyıq ki, biz müttəqiyikmi? Biz müttəqi olmalıyıq ki, Allah bizdən bu əməlləri qəbul etsin. Allah qorusun, bu o demək deyil ki, sizi qorxuzmaq üçün demirəm bunu. Daha doğrusu özümüzü qorxuzmayaq. Lakin qorxu içərisində olaq ki, çalışaq ki, nədir? Allah bizdən, subhanahu wa ta'ala bizdən qəbul edirmi, yoxsa yox? Biz Allah'ın haqqında gözəl zəndəyik. Gözəl zəndəyik ki, Allah qəbul edir. Lakin biz həmişə gərək neynəyək? Özümüzü qoruyaq. Bu nəyə işarədir? Təqvanı tapaq. Təqvanı. Allah qorxusunu tapaq. Müttəqi olmağa çalışaq ki, hətta Allah subhanahu wa ta'ala bizim əməllərimizi bizdən qəbul etsin. Allah'tan dilərim ki, Allah subhanahu wa ta'ala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah bizim günahlarımızı bağışlasın. Bizlərdən qəbul etsin bütün qıldığımız namazları, tutduğumuz orucları, etdiyimiz zikirləri, oxuduğumuz Quranları. Allah subhanahu wa ta'ala kəram sahibidir, kəramət sahibidir. Allah bizə ikram etsin. Subhanahu wa ta'ala. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illa ente. Estağfiruka və etûbü ileyk.